Əziz dinləyicilər, bugün sizə hepatitlər haqqında qısa maarifləndirici məlumat vermək istəyirəm. Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Qaraciyərin iltihabi xəstəlikləri, yəni hepatitləri əmələ gətirən səbəblər çoxdur. Virus hepatitləri, dərman mənşəli toksik dərmanların təsirindən əmələ gələn hepatitlər, autoimmun mənşəli hepatitlər, şəkərli diabet və bir sıra digər xəstəliklərin fonunda əmələ gələn steatozlar, yağlanmalar, sonuçda fibroz, qaraciyərin sirrozuna gətirib çıxaran xəstəliklərdir. Bugün ölkəmizdə və dünyada ən çox rast gələn virus hepatitləri haqqında qısa məlumat vermək istərdim. Ən çox rast gəlinən virus hepatitləri hepatit B və hepatit C viruslarıdır. Ölkəmizdə və dünyada ən çox rast gəlinən bu iki virusdur. Onu da unutmaq olmaz ki, qaraciyər səssiz lal orqandır. Yəni viruslar bədənimizə daxil olduqdan sonra 90-95% hallarda, bəzən də çox yüksək faiz hallarda klinik simptomlar, əlamətlər təzahür etmir və bu səbəbdən pasiyentlər həkimə müraciət etmirlər. Yalnız klinik əlamətlər müşahidə edildikdə həkimə müraciət olunur və bəzən də çox gecikmiş bir vəziyyətdə qaraciyərin fibrozu, sirrozu, qarında asitik maye ilə həkimə müraciət etmiş olurlar və çox zaman gecikmiş bir vəziyyətdə olurlar. Ona görə bütün vətəndaşlara və pasientlərə səslənirəm ki, ən maksimum və minimum 3-6 aydan bir qanda hepatit B və hepatit C virusunu aşılamaq testinə müraciət etsinlər. Sadə bir bahalı olmayan müayinə metodu ilə hepatit B və hepatit C virusunu təyin etmək mümkündür. Adi bildiyimiz kart test və İFA metodu ilə qanımızda hepatit B və hepatit C-nin olub-olmamadığını bilə bilirik. Unutmayın ki, hörmətli pasientlər, erkən diaqnoz müalicənin effektivliyini artırmış olur.